100 manatlıq video. Sür dayı, sür. Sonra olur 70-də 80-də Farsunkanın səsi gəlir. Biz sizi salamlayırıq. 3 dənə yol tanımayan bir-birinə yol göstərir. Baba, gəlin. Allah, hara çıxdıq biz Badımcanlığa? Görsən, gəldi siqnal vermədə buna. Niyə biz başqalarına mani olmadan yaşaya bilmirik? Söz vermişəm, bunun da siqnalını söktürəcəm. Dedi, yox, bizdə qatqı əsaslı yağ köməci var. Qurulan sistem də belədir də. Hədə qarajımız köhnə, yanacaq keyfiyyətsiz. Əsəbləşdim, attım 70-ə sürdüm. Sən gedirsən, zikr alırsan və deyirsən ki, qabaqdan Porsche-yə oxşuyur. Sayılmaz it adam tutar. Əssalam. Axırda elə olur yəni. Deməli, avtomobilin farsunkaları 220 sürətdə səs eləyir. Şaqqıldayır və əməlli başlı salonda bunu eşitmək olur. 220 sürməmişik, stenddə yoxlamışıq və qara tüstü verir. Təbii ki, %150-də bunu hiss etmək mümkün deyil. Səbəb nədir? Avtomobil daim 92 ilə istifadə olunur və heç bir yanacaq qatqısı əlavə edilməyib. Avtomobilin isə minimal tələbi 95-dir. 5-i birində qatqısı və gördüyünüz bu detalların hamısını təmizləyir eyni anda. Nə olmalıdır? Kənan, zəhmət olmasa göstər. Yanacağın bitməsi ilə bağlı olan sensor yanmalıdır. Yəni minimum yanacaq olmalıdır. 39 kilometr burada bizim yanacağımız qalıb. Məsafə qət edə bilərik bu yanacaqla. İndi biz gedirik yanacaq doldurma məntəqəsinə. Əslində reglamentə görə 15-20 litr yanacaq əlavə olunmalıdır. Bu bardanın reglamentidir. Biz təbii ki, Azərbaycanlı olaraq reglamentləri dəyişirik. Hətta Rəşad usta dedi ki, ümumiyyətlə yanacaq əlavə eləməyin. Amma normalda 10 litr yanacaq əlavə eləyəcək burada Sokar Petroleumdan və neyəcəyik? 15-20 dəqiqə minimum 3500-4000 dövrlər sayında avtomobili durmadan idarə eləyəcək. Bax, o necə olacaq onu göstərək. Gəlin onu əlavə edək. Deməli, bu bizim yanacaq çənimiz. Bəzən deyirlər ki, YDM-də elə fərq eləməz. Onsa YDM buradan buradır. Yəni yuxarıda da əvvəldən də eləyə bilərik və orada məsələ nədir? Bəziləri elə bilir ki, dövrlər 3000-də, yəni sən maşını yerə 150 ilə sürəsən ki, bu dövrləri təmin yox, fərqi yoxdur. Biz adi 90-lıq yola çıxırıq, sadəcə tiptronik rejimdə bir pillə aşağı götürüb maşını belə deyib, biraz qışqırtmalıyıq. Vəssalam. Vəssalam, bizdən bunu istəyir və bunu 5-i birindənə axır vaxtlar kifayət qədər çox soruşan var məhz bu səbəbdən. İndi həm də özümüz də istəyirik ki, görək bu nə effekt verir. Oy, qatı iyisi var ha, Raqib bəy. Kəskin iyi var ha. Kəskin iyi var. Burada klapan olduğuna görə bizə qıf lazımdır. Sadəcə olaraq əlavə eləyin, üstünə o yanacağı tökün və sürün. Ona görə bəziləri deyir ki, mən ancaq rayonda gedəndə edirəm, fərq eləməz. Yox. Biz indi bunu sürəcək maksimum 40 sürətlə. Ha, bir dənə buradan çıxıb, necə deyərlər, Lökbatan dairəsinə dəyib qaydırıq. Bax, əlavə elədik. Üstündə də görürsünüz, bax, injektor, farşunkalar, sonra klapanlar sökülmədən təmizlənir. Turboya aid varsa turbo təbii ki, eyni zamanda bundan başqa katalizatordur və bir də YGR. Yəni və yaxud da zaslonka. Hə, çünki məsəl üçün keçən dəfə bir dostumuz sırf katalizatora görə bunu elədi. İndi onu yolda danışacağıq. Sadəcə bunu bu nümunələrdən elə birini də burada göstəririk. Qapağımızı bağladıq, gedək YDM-ə. 10 litr yanacağı vurub çıxıb maşını sürürük. Bu qədər sadə. Bu qıf lazım olur. Bura. Bu da bura. Əssalam. Getdik. Ah. Kondisionerimizi qoşaq. Aha, ölürəm, istəyirəm. Deməli, 10 litr 95 əlavə edirik yanacaq qatqının üzərinə və ondan sonra isə dediyimiz kimi bir 15-20 dəqiqə 3500, 4000, 4500 dövrlər sayında durmadan avtomobili idarə edəcək. Tiptronika elə burada ikinci skorusuna da gedər. Vəssalam. Siz nə ödürsünüz? Bunun mən verdim. Doğrudan hep qabaqda saxlayarıq. Hər şey gedə-gələ sonra. Hə, elə susun. Balansım görünməsin deyə çəki göstərəcəm. Bunu göstərəm mən. Heç işıq demək olar ki, sönmədi. 10 litr 95. 16 manat.
16 manat və getdik. Və getdik. Deməli biz indi buradan Hələ ki normal çıxaq, bizə artıq o tras eləmi? rejimində lazım Okey, olacaq. okey. Əslində o başa da gəlib qayıda bilərik, fərq eləməz. Lökbatan olmasa da olar, belə də gəlib qayıda bilərik. əslində indidən elə mən qoşdum artıq birinci skorusuna. Hə? Onu hə. Hardan yedik? Buradan. Şə. Hə, bir. Hə, elə indi hal-hazırda birinci sürətlər pilləsi ilə. Biz çıxaq, onlar bizim arxadan Hə. gəldi. İki variant var. Ya gedirik üzə o tərəfə dönüb qayıdırıq, ya da gedib bu Siz yandan. necə deyirsiniz elə eləyək. Buradan u dönüşü varsa qabaqdan gedək üzü belə. Fərqi yox. Ha, okey o zaman. Yəqin ki, ən pis halda avtovağzaldan dönəcəyik, amma tıxaca düşmərik də inşallah. Var o dönüş hardasa qabaqda. İnanmıram, amma yəni də baxaq. Əslində heç bu yanda da yoxdur da, Lökbatandır. Olmalıdır. Hal-hazırda 3500 dövrlər sayı ilə baxın Raqib bəy, Saat baxın. da 14:47-dir. Yəni bizə lazımdır ki, heç olmasa bir saat 3-ə kimi. Buradan yoxdur o dönüşümüz. Hə, qabaqdan var. Yox, elə düz gedək də onda. Düz gedək, çünki o yola çıxsaq, oranı tez-tez bağlayırlar. Düppə düz gedək bu rejimdə. Sağa. Sağa? Hə, sağa. Çünki oradan bir də ölsən qaydanda meyvənin üstündə ilişib qalırsan, burada Aha. maksimum Sumqayıta çıxacaq. Onda düppədüz gedəcək. Düppə düz gedəcəyik. Harda artıq geri dönməmiz varsa orada eləyərik. O avtovazanın altından da ola bilər. Hə, bax məsələ nədədir? İndi ana yola çıxaq. Orta zolağı tutduq. Təxmini 90 sürətimiz olacaq. Lap aşağı da olsa fərqi yoxdur. Yəni yolun icazə verdiyi 90-dır. Bizim indi neçənci pillədəyik? Hal-hazırda 3-cü pillədəyik. Dövrlər sayı 3000-dir. Elə belə də Sürət saxlayın. 60-dır. Hə Allah, belə də saxlayın, sürəti artırın, qoy dövrlər 3500-də, 4000-ə kimi də getsin. Qoy elə belə də olsun. Hə, bax gördüyünüz kimi məqsəd budur ki, dövrlər sayı 3000-i enmədən, yəni maşını o deyə belə deyilir, qışqırtmaqla. Görürsünüz, biz bunu hətta 70 sürətdə belə eləyə bilirik. Bəli. İndi biz arxadan nə baş verdiyini görmədiyimiz üçün, arxadan bizim komanda çəkiliş eləyir. Mən bilmirəm, orada hər hansı bir qara tüstü falan görünəcək ya yox. Raqib bəy, 14:50-dir. Biz testimizi bitirəcəyik 15:10-da. 15:05 falan təxmini Hə, belə. hardasa 20 dəqiqə sürsək, Bəli. bəs eləyir. 70 sürətlə gedirik hal-hazırda Raqib bəy, 3500 dövrlər sayı. Deməli orada 5 element olmağına baxmayaraq bizim burada əsas gözləntimiz bir elementdir, Farsunka ilə bağlı. Bəli. Hərçənd ki, Bardalda direct var, direct injection qatqısı var və s. Bəli, amma bəli. dediyim kimi bu 5-i birindəni sürücülər və elə hətta ustalar biz görürük ki, Bəli. daha effektiv görür. Çünki o gün bir dostumuz zəng elədi, Cili avtomobilinin ustası. Dedi ki, bəs sportdur maşın, hər şeyinə baxmışıq, o da eyni şəkildə. Maşın sportdur, amma belə deyək də şəhər rejimində sürülüb, qovulmayıb. Və hər şey eləyirlər, maşının çəkimində problem. Onda hətta artıq pereboy da var, qeyri-müntəzəmlik də var idi. Məqsəd odur ki, burada o da dedi ki, bax hər şey eləmişik, bir də ümid o qalır ki, buna bir normal qatqı töküb maşını biraz qovmaq lazımdır. Onlar da eyni şeyi elədilər və sonra sürücü də bizə yazdı. Yəni bu elementlərlə bağlı hər hansı bir problem olanda əsas məsələ nədir? Sökmədən. Biz də bunu istəyirik. Sökmədən. Baxın Raqib bəy, 55 sürət ikinci pillədədir avtomobil və 4000 dövrlər sayı var. Yəni bax bu şəkildə 55 ilə rahatlıqla biz gedə bilirik. Bəli. 4000 dövrlər sayında. Yəni rayona çıxmağa, nə bilim 200 ilə sürməyə, 150 ilə sürməyə ehtiyac yoxdur. Yox, Bunu yox, demək Tiptronic istəyirəm. elə ona görədir ki, bax bu halda biz o yüksək dövrləri alırıq, amma bu sabit olmalıdır, yəni çox düşməməlidir. Orada yəqin ki, bir temperatur yaranır və həmin temperaturun fonunda da o təmizlik işi gedir. Qatqının hesabına. Yəqin ki. Dediniz ki, qırmızı sönmədi, hə? Yox, demək olar ki, sönmədi. Bunda çətin sönür Raqib bəy. Hə, yəni Amma 104 kilometr məsafə var da, yəni. Bunda artıq 104 olanda artıq işıq yanır. ona buffer zona deyirlər də. Bəli. Bu avtomobildə, bəzi Amerika avtomobillərində o buffer zonanı geniş götürür ki, işıq yanandan sonra sən hətta bir 100 kilometrdə gedə biləsən ki, ən yaxın stansiya ola bilər ki, uzaqdadır. Azərbaycan üçün deyil əslində. Biz qırmızı ilə 3 gün sürə bilərik avtomobil. Hə, bizdə hə. Amma məsəl üçün deyək ki, çıxmısan Pan-Amerika şosesinə və yaxud hardasa avtobanda gedirsən və istəyirsən ki, məsafə olaraq məndə məsəl üçün yadıma gəlir ki, cipdə biz Şuşadan çıxanda yandı. Hələ yeni işğaldan azad olunmuşdu. O qədər çox yediyim falan yox idi. Mənim maşınla Şuşadan çıxanda yandı. Mən düşdüm, gəldik.
Keçdik İmişlini falan, bütün oralarda mən yediyim, yəni düzəməlli yediyim tapmadım. Dedim yox, hələ yox. Gəldik Biləsuvarın dairəsində Oyda. yanacağı doldurdum. Və Yəni, o mənə o injektorun imkanı işığı verdi. yandı. Yəni yox, o yanırdı. Aha. Yana injektorun işığı, Aha. yəni daha doğrusu yanacağın işığı. Mən Şuşadan Biləsuvara qədər getdim. Yəni yanacaq imkan verdi mənə getməyə. Gözəl Amerika avtomobilidir də. Bufer zonanı çox qoyur. Bəli, bax. Bufer məsafəni çox qoyur. Yəni ikinci pillə ən yaxşısıymış. Həm 60 ilə gedirsən rahat yolun sağı ilə. Ha, şərt Həm deyil ki onu qovasın. 4000-dən yuxarı da hal-hazırda dövrlər sayı. Gözəl. Həm də sən o vaxtı qazanırsan. Yəni məsafəni də vaxta görə düzgün qazana bilirsən. Bəli, Yoxsa bəli. 90 ilə getsən, gedəcəksən ki 10 dəqiqə sonra artıq ünvana çatmısan. Çıxmısan Bakıda. Hə, Bakıya çıxmısan. Hə, indi nə edeyim, hara gedim? Ay sağ ol. Yəqin ki biz gedib avtovağzala düşüb oradan dönüb qayıdacağıq, əgər bizə o dönüşü verməsə. Düşünürəm ki, olmamalıdır. Biləcərinin o döngəsindən girib qayıda bilərik və yaxud da elə ən rahatı avtovağzaldan girib qayıda bilərik. Məhərrikin səsindən artıq yazığım gəlir məhərrikə. O artıq o 92 sürənin 92 ilə sürənin günahlarını Biz yuyuruq. Günahlarını yuyuruq. Yəni hə, buradan biz götürürük ortanı. O Porsche-nin o spesifik səsidir də bu. Hə, yox, maşın həqiqətən möhtəşəmdir də. Bax, mən bunu görmək istəyirəm. Ona görə deyirəm ki, avtomobildə bunu görməlisən. Bəli, bunu görməlisən. Həqiqətən görməlisən. Rahat olmalıdır, əlinin altında olmalıdır. Yoxsa elə hər şey monitorda. Heç nə hiss eləmirsən. Yox, Kayanın gözəlliyi Raqib bəy, hətta bunun 2025-i belə düymələrinə görədir. Bəli. Bu bunun həqiqətən dizaynıdır. Düzdür, üstünü örtüblər. Yəni Kayanda üstünü biraz örtüblər. Da bu qədər qabarıq deyil, amma yenə də düymələr burdadır da yəni. Hə, bu bunun gözəlliyidir həqiqətən. Hələ baxmayaraq ki bu SUV modelidir. Yəni çox da belə Panamera kimi sport deyil. Olsun da lap əla. Biz onun sərəli ilə yeyirik. Bizə fərqi yoxdur. 3 maşın aşandan sonra burada 50 və radar var. Dönmə varsa qabaqdan geriyə eləyə bilərik, əgər varsa. Sağla gedib avtovağzal o atıcılığın qabağından geri qayıda bilərik kənarda. Hətta yəni deyirəm şeyə çıxmayaq da, o Sağa girə bilirik. Bakı-Sumqayıt yolunun tıxacına çıxmadan sağa deyəndə buradan o dönüşü vermir ki geriyə. Sağa. Bahara Buradan gedir, məncə Sağ şeyə gedib, qayıtmaq olur axı. Vurub oradan şeyə də. Kənan, buradan şeyə girə bilirəm də mən. Hə, gir, sola gir. Buradan girə bilirəm. Avtovağzalın dairəsinə girirsən, oradan qalxsan təzən Amma geriyə. buradan girir deyə, oradan yox. Onda bura hara gedir? Bura gedir Xırdalana. Düz deyil. Qabaqdan şey eləyə Yox, bilərsən, ola bəy. bilməz. Qabaqdan avtovağzal keçəndən Hə, sonra aysa oradan qayıtmaq olur. Sağ, Bəli, oradan. bəli, bəli, oradan olur. Düz. 3 dənə yolu tanımayan bir-birinə yol göstərir. Siz əhəmiyyət verməlisiniz. Hə, inanırıq. İnanmırsan? İnanıram. Bax bu da bir problemdir ki, nişanlılar sənə heç nə vermir ki, buradan hara gedə bilərsən. Hər dəfə deyirik nişanlarla bağlı ki, Bilə-bilə deyirəm eləmirsiniz. Nişan göstərsə də eləməyəm. yox, nişana inanıram da. Sənə inanmıram axı, deyirəm bəlkə səhv deyirsən. Onu düz deyir də, aysa. Nişan mənə verməlidir ki, bu hara çıxardır səni. Allah, hara çıxdıq biz Badımcanlığa? Yox, nə Badımcanlıq. Hə, da çıxdıq şeyə də, Bakı-Sumqayıt yoluna. İndi Tiptoniki bir dənə də bir pillə də aşağı endirin ki, bu da avtobus zolağı olduğuna görə sıxmalıyıq sola. Sola, çünki avtobus zolağıdır. Okay, indi birinci pillədədir Qabaqdan. avtomobil və Hə, birlə ay sol, yenə də eyni formada dövrləri artıra gedək. Qalmayın burada. Çıxın, sola çıxın. Çəkdi kamera da, 100 manat getdi. oradan Hə. ayıb ya. 100 manatlıq video. Xeyirli olsun. 100 manatlıq video. Biz sizi salamlayırıq. Hə, elə bu zolağı tutun. Maşını söndürün. İndi qabaqdan sağa dönməliyik. Hə, Biləcəriyə girək, oradan Fırana. Əgər bizə dönmə versə, Verir, sağa göstərir. göstərir, amma xət verməsə, Yox, orada da sarı ada çıxmış. ha, bax əsas odur. Hə, deyə buranı deyirik. Buradan dönürük sağa. Yəni davam eləyirik. İkinci pillə 4000 dövrlər sayı. Qoy lap birlə getsin. Atın birə. İndi onsuz da getməliyik, başqa yol. Buradan geriyə qayıdırıq. Giririk avtovağzalın həmin o dairəsinə və eyni formada. Elə həm də vaxt olaraq düz gəlirik. Artıq 10 dəqiqə təxminən 10 dəqiqəyə yaxın
Hə, 8 dəqiqə. Vazala girə bilirsiniz Marat bəy. Oradan da atıcılıq yolu ilə körpünün üstünə təzədən çıxırsınız. Yox, elə avtomobildə avtovazalı keçən kimi o dairə 2-yə açılanan yol var, ora girirsən. Və biz hətta bu rejimdə belə dövrləri 3000-də saxlaya bilirik. Bəli, bəli, saxlayırıq. Hal-hazırda hətta ikinci pilləyə atmışam. Bəli, bu çox rahatdır. Bunun üçün fikirləşmək lazım deyil ki, ay mən nə edeyim. Adətən nə olur? Adətən biz bardal treatment kimsə ilk dəfə istifadə eləmək istəyəndə eyni şeyi deyirik. Deyirik ki, bəli, sən treatmentdən başlaya bilərsən, amma yaxşı olardı ki, birinci bunu elə təmizlə. Bəli, Raqib bəy, mən 95 ilə sürsən də buna petrol treatment mütləq əlavə eləyəcəm, amma 5-i birindən əlavə eləməmişdim deyə hələ petrol treatmentə keçməmişdim. Bəli, ona Dedim görə. ki, qoy 5-i birində ilə bütün sistemi təmizləyim, ondan sonra keçim petrol treatmentə. İndi biri atın, çünki burada biraz yüngül Sıxlıq var. hə, o da belə də, yəni yol ver filan da əslində çox bir şey yoxdur. Hə, ondan sonra artıq o sənin mütəmadi istifadə elədiyin qatqılar ki var, petrol treatment, dizeldə dizel treatment, eyni şəkildə əlavəni elə sür getsin və təbii ki, sən onu dərhal hiss edirsən. İndi svetoforda yerin, hə, keçdik, yaxşı oldu. Sür dayı, sür. Bax, gələ. Görsən, gəl indi siqnal vermə də buna. Vermirəm. Söz vermişəm, bunu da siqnalını sökdürəcəm. Vallahi mən sökdürürəm, siqnal mənlik deyil. Vəssalam, buradan artıq rahat solu götürürük. Bunlar çünki sağa dönəcəklər. Çoxsu. Bu da bizim problemimizdir, bax. Sola gedə bilmir, çünki bunlar gedib ən soldan sağa çıxmalıdır. Bu Qadır, Bakının əksər yerində var. Bax. Hə. Onsuz da sağa gedəcəksən. Get də, niyə mənə mane olmalısan? Niyə biz başqalarına mane olmadan yaşaya bilmirik? Qurulan sistem də belədir də. Sistem bir adamın xarakteri budur da. O buna bax. Sən sağa çıxmalı deyilsən. Nə işin var sənin burada solda? Gəlib 3-cü sol. Sonra dedi ki, kamera məni çəkdi. Mən nə etmişəm ki? Elə ona görə o xəttiyə gedirlər, düz edirlər də. Çünki sürə bilmir yaxı. O xəttlər bilirsiniz nədir? Əlimizdən tutub elə bir yol Hə də. yol göstərirlər. Çünki artıq başqa variant yoxdur. Burada qabaqda da sürət 40-dır və sağ avtobus zolağı da ehtiyatlı olun. Ya burada bizə sağ lazım da deyil. Kənan həm şturmandır, həm operatordur, həm nə bilim, Həm vezdir. Həm vezdir. Buradan sola dön. Buradan sola dön. Əslində biz sol yox, elə biraz orta zolağı götürsək. Səlyanlı deyil. Onsuz da, hə. Onsuz da soldakı çoxsu şeyə çıxır. Sol ancaq sola dön. Avtobana çıxır. O səlyanlıdır. Sol geriyə dönürsünüz, bir sağı götürməyə çalışın. Hə, o artıq orada avtomatik yaranacaq. Hə, buradan artıq sağa. Və salam. Buradan artıq təkrarən sürətimizi artırırıq rahat. Və gedirik. Oradan bir dənə yüngül sol. Yol bizimdir. Ehtiyatlı olun. Bu bilməyə bilər ki, yol bunundur. Şamanı. Və salam. İndi düz təkrarən maşın bazarına qədər rahat, amma biraz sürəti artıra bilərsiniz artıq burada. Çünki 50 ilə getsək, yəqin ki, yarısı satarıq. İndi burada sual yaranır, sürücü deyir ki, yaxşı, mən bunu elədim. Yəni, sürücülər əsasən 5-i birində qatqısında daha tez hiss edirlər və dərhal hiss edirlər. İndi siz burada nəsə hiss elədinizmi, eləyəcəksinizmi, mənə o maraqlıdır. Mən onun artıq 5-ci gün, efirimiz yoxdur, eləmi? Növbəti həftənin efirində artıq bütün hisslərimi danışacağam. Yəni, siz artıq bunu normalda elə günü bugündən hiss eləməyə başlamalısınız. Əslində, hə, əlbəttə. Və orada deyir sizə ki, stenddə yoxladıq, 220-də başladı onun detonasiyası. O tədricən 92-ni işləməyə davam eləyəndə tədricən başlayır, yavaş-yavaş düşür 200-ə, 180-ə. Günün birində adam deyir ki, əvvəl 100-də belə bir səs yox idi. Sonra olur 70-də, 80-də farsunkanın səsi gəlir. Hə, o artıq necə deyirlər, reanimasiyadır da. Bəli, salam mələykim. Hə, getdin indi hərəs biri deyəsən 800 manatdır farsunkan. Hə, biri deyəcək gəl dəyişək, biri deyəcək gəl sökək, biri deyəcək gəl nə bilim. Məsələ bilirsiniz nədir? O yenə o farsunkanı dəyişəcək 800 manata və yenə 92 ilə davam eləyəcək. Heç olmasa qatqı da tökməyəcək ona. Bəli, bəli. O Məsələ odur. Heç kim düz izah eləməyəcək. Aha, bəli. Ona deyəcəklər ki, hər resursdur da qutarıb 200 min sürmüsən, get farsunka dəyiş. ya da deyir bizim benzin hansıda nə töksən elə eyni şey. Ay, sağ ol. Fərqi yoxdur. Eynən, eynən. Məsələ bundadır.
Bizim Azərbaycana Ukraynadan nümayəndələr gəlmişdi. Biz onlara izah eləyirdik ki, yanacaq bizdə o qədər də keyfiyyətli deyil. 92. Ukraynalıların birinci sualı bilirsiniz nə oldu Raqib bəy? Ha, onda yəqin ki, sizdə hamı 95 ilə idarə eləyir, hə? Dedik, yox, bizdə 95 alan yoxdur. Denən biz elə gözləyirik ki, 76 nə vaxt olacaq. Bəli, biz yanacağımızdan şikayət eləyirik və yenə də 92 ilə idarə eləyirik. Elədir. Biz ondan zövq alırıq prosesdən. Yəni biz deyinə eləməkdən zövq alırıq. Deyir, niyə bəs? Deyirəm ki, bəs ona görə biz daha çox qatqı satırıq da, siz Ukraynada bardağın qatqısını sata bilmirsiniz. Yeri gəlmişkən doğrudan da biz Ukraynalılarla bardağın bütün ölkələr üzrə o Qazaxıstanlılar Eleksirin, yox, Ukraynalılar idi. Doğru. Eleksirin deməli təqdimatı idi Almaniyada və bütün ölkələrdən gəlmişdilər. Orada Ukraynalılarla bir söhbət oldu. İndi müxtəlif ölkələrin nümayəndələri. Ukraynalılar bizdən soruşdu ki, ən çox nə satırsınız? Yəni bardağı aldanda onlar düşündü ki, biz hansı yağı satırıq və biz dedik ki, bizdə ən çox qatqıdır. Yəni qatqı yağdan çox satılır. Dedi, o necə ola bilər? Elə şey olmur axı. Yəni normalda biz sata bilmirik dedilər. Hə, dedilər axı normalda birinci yağ daha çox satılır, qatqı köməkçi vasitədir. Dedi, yox, bizdə qatqı əsaslı yağ köməkçi vasitədir. Və sonra izah elədi ki, məsələ budur. Bax, əsas problem. Hətta qarajımız köhnədir, avtomatik olaraq full metal tələbatlı olur. Yanacaq keyfiyyətsizdir və yaxud da sürücü lazım olan düzgün təyin etmir yanacağı. Çoxu odur. Bəli, düzgün yanacaq təyin etmir. Avtomobilə düzgün qulluq etmir və avtomobilə çox pul xərcləmək istəmir. Ona görə də qatqılarla müəyyən profilaktik işləri görür və ona görə də tələbat daha çox qatqıyadır. Hələ sağ, hələ tez. Sağa girək. Hələ tezdə axsaq. Yox, metroda yoldan getməyəcək. Biz aşağı sürətlə. Neçə nə gedirik? Sağ keçsəydi 60. Qaldırın eləyin 65. Bir əsəbləşdim, atdım 70-ə sürdüm. İndi mən bilmirəm, arxadan görəsən kamera hansısa bir tüstü. Arada biraz ani sıçrayışa ehtiyac var, görəsən, tutaq ki, dövrlər 5-ə qalxsın falan. Buna ehtiyac var mı arada? Səsini sevirəm də mən də o quraşım. O heç də, o bahalı səsdir. Amma ehtiyatlı olun, distansiya. Onsuz da indi sağa çıxmalıyıq, çünki qabağdan gelir. Yəni, bax, bu məqamlarda görəsən, ani də olsa tüstü çıxırmı arxadan, mən onu bilmirəm. İndi onu Zaur yəqin ki götürür. Onu indi biz... Hal-hazırda 5000-ə qaldırıram dövrlər sayını. Bax, bizə bu lazım. Və sürətimiz 100-dür. Hələ bundan o yana olsa lazım da deyil bizə. Əslində qatqı üçün sənin sürətin heç bir rol oynamır. Bəli, əsas dövrlər sayıdır. O müdür demişkən mən ayın axırı kassaya baxacağım. Ay, sağ ol, Budur. Bu artıq təyyarənin şeyidir o. Qalx. Nədir o, əməlli başda qalxmaya gedir artıq təyyarə. Bax, o səsdir. Bilbao'da qalxır deyə. Bax, həmin səsdir bu. Həqiqətən də bunu hiss eləməyən də elə bir maşın. Bax, mən necə zikr sürəm, qardaş, bax, necə, elektromobili mən necə o zövqünü alım. Hansı ki, o ön faralarına qədər Porsche-yə bənzədiblər də, yəni. Bu səs əsas. Sən gedirsən, zikr alırsan və deyirsən ki, qabaqdan Porsche-yə oxşuyur. İndi məsələn, Ferrari elektromobilində bunu tətbiq elədi ki, o yalancı səs. İmitasiya səs nəyə lazımdır? İmitasiya, amma o da belə onları demək olar ki, qane eləmir. Yəqin ki, deyirlər ki, biz yəni alış gücünə görə baxacaqlar və qaytaracaqlar əvvəlkisinə təbii ki. Buradan artıq çıxırıq sağa. Bax, hal-hazırda Raqib bəy, dövrlər sayımız yüksəkdir deyə burada yağın təzyiqini göstərir. Normalda yağın təzyiqi 1,5, 2, 2,5-da olur. Amma qaz verdikcə baxın, hətta 4-ə qədər qalxır yağın təzyiqi. Yağ daha çox təzyiqlə vurmağa Siz buna hər halda, buna artıq 100% elektrik dökməlisiniz, variant yox. Mütləq, 0,40 elektrik. Burada artıq sağa gedirik. Nəzərə alsaq ki... Sağa gedirik də? Yox, sola, artıq qaydırıq. Sola, qaydırıq. Nəzərə alsaq ki, elektri Porsche-yə biz hədiyyə olsun deyə elədik. Buna artıq hədiyyə yox, bunun tələbidir. Bəli. Porsche yox, Prado'ya. 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 İndi artıq Prado ilə maraqlanan var. Var, 1-2 nəfər zəng eləyib. O məndən götürən... O adam zəng eləmədi. Mən sizə o adamın
nickname-ini göstərdim də. Yəni Eləyəcək. Elə İnanmıram. adamlar. Axırda siz o deyir sayılmaz it adam tutar. vəssalam. Axırda elə olur yəni. O necə ki Hindistanlı gedib nədir? Rolls-Royce alıb Hindistana göndərir hirsindən ki, alabını zivil maşınına tök. Görək də. O adamı biraz qızışdırmaq lazımdır. Ona demək lazımdır ki, sən deyil bu maşın. Bu nə nickname-dir zaten? Hə, sənə görə deyil də qardaş. Get özünə uyğun. Mən Raqib bəy, biz maksimum 5-6 kilometr yol getmiş olarıq da, düzdürmü? Hə. Yanacağı tökəndə Lap olsun 15, hə. 15, yox 15 gedə bilmərik. Maksimum 10. Hə. Yanacağı əlavə eləyəndə yazılmışdı ki, 105 kilometr gedə bilərsən. Və bu bort kompüterinin sürücüləri aldatmağından danışıram. Bəli. Hal-hazırda 77 kilometr göstərir. Mən 25 kilometr getməmişəm axı, 26 kilometr. Çünki sən o cür dövlətdə. Daha doğrusu 16 kilometr. Ay, İndi o deyir ki, sən belə davam eləsən 70. O bayaqki sürətə görə. Bəli, ona görə ki, siz YDM girəndə o ən son sürət nə olubsa onunla hesab edirsən. Amma sürücülər mənim başa düşdüyüm kimi başa düşürlər. Başa düşürsünüz, məsələ odur. Yox, təbii ki. Biz ona görə deyib bort kompüteri o mənada heç ciddi almaq lazım deyil. Çünki sənin sürətin dəyişdikcə, tıxac və s. o da ona uyğun təkrar hesablayır. Əslində biz artıq demək olar ki 15 dəqiqəmizi keçdik. Düzdür? Bəli. 10-da başlamışdıq da. Ha, 20 artıq 19 dəqiqədir. Ha, yəni biz missiya tamamlanmış sayılır əslində Bəli, artıq. bəli. Missiya tamamlanmış sayılır. Getdik. Gedək. Ha, amma yenə də indi kimsə bacarır daha çox sürür, lap əla. Mən sizdən ayrılandan sonra elə belə də davam eləyəcəm Raqib bəy əslində. Ha, davam eləyin ki, nə qədər çox olarsa, o qədər effektini daha çox görəcəksiniz. Amma təlimat deyir ki, bunu bu cür istifadə elədin. İndi təkrar misal üçün YDM girəndə normal yanacağı dolduracaqsan. Bəli. Petrol tritmini tökəcəksən və salam. O artıq mütəmadi yanacaqla öz işini görəcək. Amma mən sizə deyim, məsəl üçün o gün Mehdi Usta deyir ki, hələ 5-i birində onda bilmirəm, var idi, sadəcə çox tanımırdılar onu bizim ustalar. Mehdi Usta deyir ki, mən oxşar problemdə neylədim? Petrol tritmenti bir dənəsini döktüm çənə. Oha, bütöv. Yəni o 42, 49 Əsla nə qədər inanırlar. Yəni yarım litrliyi də 500 millini bütöv deyir tökdüm ora, çıxdım Ağdaşa yerdim, rayona deyir. Ağdaşa deyir çatanda problemdən qurtarmış. Dolu çənə. Hə, injektor söndü və ondan sonra deyir, odur budur deyir, o sönüb hələ də yanmır. Gözəl. Yox, bunda injektorun işığı zaten heç bir aşıbqası yoxdur. Hə, yəni hətta o hal üçün də deyirəm, sağa götürək. Yəni əlbəttə ki, onun heç bir əks təsiri ola bilməz. Və usta da başa düşür ki, bunu usta anlayır da, aydın məsələdir. Usta da başa düşür ki, mən bununla lazım olan məsələni həll edirəm. Vəssalam. Biz artıq gəlib çatdıq və 5-i birində belə istifadə olunmalıdır. Demək istədiyimiz budur. Və bundan sonra nə edirsiniz? Dolu çən 95 və yanacaq qatıqsı petrol treatment. Qutardı getdi. Xeyirli olsun. Hələ mən istəyirəm yerində bir dənə qaz verək, baxaq. Nə deyirsiniz? Verək, qara tüstü var, yoxsa yox? Ona biz düşüb baxarıq, amma siz o Rəşadın elədiyini eləmək istəyirsinizsə, o alınmayacaq. O nədir o elə? O bayaqları ki elədiyi. Yox, o bunda yoxdur eşə. Bu kasıb Porsche-si. Qaz verin baxaq da. Hə. Elə indi söndü. Bəs eləyər. Qaz verin görək nə verir. Maşın işləşdir. Deyirəm bax. Var. Müəyyən qədər var qara tüstü. Bir dəfə verdi. Siz yolda gördünüz qara tüstü? Yox, olmaya bilər, amma o ani şeydə, bax indi birincidə verdi onu. Yox, o proses olmalıydı onsuz da. Hər bir halda olmalı. Amma heç nə çıxmadı. Yox, biz Niyə acı? Tiptronikə 2 ilə gedirdik. Abi 200 qoruz Dövrlər 4000, 5000 dövrlər sayı mən gedirdim.